bakteriyaların izahının davamını çəkirəm. Gəlin başlayaq 37-ci sualla. 4 ilkin bakteriya hüceyrəsindən, deməli birinci yazırıq. N0'ımız nə qədərdir? 4. 2 saat ərzində zamanımızı verib bizə 2 saat. Maksimum neçə nəsil və hüceyrə əmələ gələr və bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalar? Birinci nəsli soruşur, yəni kiçik yeni soruşur. Bu müddət ərzində neçə bakteriya bölünməyə məruz qalar, neçə hüceyrə əmələ gələr? Yəni NT-ni soruşur, kiçik N soruşur. Bir də bölünməyə məruz qalanda NT çıxılsın, N0'ı deməli bizdən soruşur. Gəlin deməli yazaq, maksimum sayda bizdə nəsil soruşursa, deməli 20 dəqiqədən bir bölünərsə maksimum nəsil əmələ gələr. Kiçik N bərabərdir T bölünsün 20 düsturumuzda T 2 saat olduğu üçün 1 saatımızda 60 dəqiqə, 2 vurulsun 60 bölünsün 20 düsturundan. Deməli burada tapırıq 6, yəni N'imizi tapdıq 6. NT-mizi də yenə düsturdan N0 vurulsun 2 üstü N düsturundan. N0'ımız 4'tür. Kiçik N'imizi 6 tapdıq. 2 üstü 6. Bu da eləyəcək 2 üstü 6 64 vuraq 4. Əgər səhv hesablamadımsa 256. 256'dan da burada NT çıxılsın N0 tapanda NT'miz 256, N0'ımız 4. Bu da eləyəcək 252. İndi gəlin burada yerinə qoyaq. Səhv eləmirəmsə bu Y variantına uyğun gəldi. Y variantı. 38-ci sual şahidi. Hansı fikir səhvdir? Bütün avtotrof bakteriyalar xlorofilə malikdir. Bu yanlış fikirdir. Biri olan variantları çıxırıq. Bakteriyalarda zülal sintezində məlumat rentgenin yalnız bir növü iştirak edir. Deməli, bakteriyalarda yalnız bir növü iştirak edir. Bizdən səhv soruşur. Mən burada bayaq səhvləri çıxdım. Bizə deyir ki, hansı səhvdir? Bir səhvdir, biri götürürəm. Bakteriya zülal sintezində məlumat rentgenin yalnız bir növü iştirak edir. Bu da səhvdir, bunu da götürürəm. Bakteriyaların nuklein turşularında olan nukleotit və azotlu əsas növlərinin sayı eynidir. Bakteriyalarda deməli həm DNT, həm də RNT olduğu üçün 4 növ burada nukleotit var, 4 növ də burada nukleotit var. Cəmi 8 növ nukleotit var, amma azotlu əsas 5 növdür. Deməli bunların sayı bərabərdirmi? Xeyr. 8 növ nukleotit, 5 növ azotlu əsas var. Bərabər olmadığı üçün bu fikir də yanlışdır. Cavabın 1, 2, 3 olacaq. Digər fikirlərə baxaq. Bütün bakteriyalarda plazmatik membrana rast gəlinir. Bəli, bu doğru fikirdir. Bu doğrudur. Bakteriyalarda həm üzün köçürmə, həm də ötürmə plavati sitoplazmada gedir. Bəli. Bu da doğrudur. Bakteriyalarda 2 qat membranlı hüceyrə orqanoidləri yoxdur. Nəinki 2 qat, 1 qat hüceyrə membranında yoxdur. Bu fikir də doğrudur. Ona görə yanlışlar dediyi üçün mən burada 1, 2, 3 D variantını götürürəm. 39'da X-i müəyyən edin. Yalnız bir hüceyrəli olmaq, avtotrof qidalanmaq və üzvü maddələrin sintezi üçün istifadə etdiyi ilkin enerji, kimyəvi isə söhbət deməli nədən gedir? Xemosintez edicilərdən. Gəlin görək burada xemosintez edici hansılardır? Çürüntü yox, bir dəmir bakteriyalarıdır. Bir də kükürt bakteriyalardır. Bunlar xemosintez edicidir. Qırmızı fotosintez edicidir. Biri isə saprofitlərə aiddir, yəni heterotroflara. 40'a baxırıq. Deməli, avtotrofdular. İşıq enerjisindən istifadə edirlər. Deməli, fotosintez edicini istəyir. Mən burada nəyi götürürəm? Bir, qırmızı bakteriyaları götürürəm. Bir də yaşıl bakteriyaları. Kükürt xemosintez edicidir. Bu isə heterotrofdur. 41-ci məsələdir. Gəlin məsələmizə baxaq. 41'də. Əlverişli şəraitdə 2 sutka ərzində 2 sutka deyəndə 1 sutkamız 24 saatdır, 2 sutkamız 48 saatdır. 48 saat gəlin yazaq. Sonra bir ilkin bakteriya, yəni N0'ın 1'dir. Neçə nəsil yarana bilər? Kiçik yeni məndən soruşur. Kiçik yeni bərabərdir. Yenə də T bölünsün 20 düsturumdan. T'm 48 saatsa 48 vurulsun. Dəqiqə çevirəndə 60'a vurmalıyam. Bölünsün 20. Bu da ixtisar gedəndə 3.
Gecə 144. Enim neçə eləyəcək? 144. Elə məndən eni soruşur da. Kiçik eni soruşur, nəsli soruşur. Deməli cavabım neçə olacaq? 144. Sonra 2 saat ərzində nəyi soruşur? Neçə bakteriya əmələ gələr? Gəlin bunların da verilmişlərini yazaq. 42-ci məsələ. 2 saat ərzində T bərabərdir 2 saat. 2 ilkin bakteriya deyirsə N0-ın bərabərdir 2. Neçə bakteriya əmələ gələr? NT bərabərdir sual. NT bərabərdir düsturumdan N0 vurulsun 2 üstü N. Gəlin kiçik N tapaq. Yenə T bölünsün 20 düsturundan. T 2 saatdırsa saatı yenə dəqiqəyə çevirirəm. 2 vurulsun 60 bölünsün 20. İxtisar gedəndə eləcək N. N'im 6. Düsturdan da gətirib yerinə qoyanda NT bərabərdir. N0 vurulsun 2 üstü N'də. N0'ım 2'dir. N'im 6'dır. O da eləyəcək 128. Burada 42 cavabımız 128 olacaq. Davam edirik 43-cü məsələ ilə. Əlverişli şəraitdə 1 saat ərzində yazırıq verilənləri. T bərabərdir 1 saat verilibdir. 2 ilkin bakteriya, yəni N0'ın bərabərdir 2. Neçə nəsil əmələ gələr? Kiçik N bərabərdir sual. Kiçik N'ni tapmaq üçün yenə də T bölünsün 20 düsturu ilə T 1 saatdırsa, yəni 60 dəqiqən bölünsün 20. O da eləyəcək 3. Deməli burada cavabımız olacaq 3. Əlverişli 44'ə baxıram. 44. Əlverişli şəraitdə 5 saat ərzində, yəni T 5 saatdır. 2 ilkin bakteriyadan N0'ım 2'dir. Neçə nəsil əmələ gələr? Kiçik N bərabərdir sual. Yenə də 20 dəqiqədən bir verib fikir verin. Hamısında 20 dəqiqədən bir, onsuz da verir şərtləmənə. T bölünsün 20 düsturu. T 5 saatdır. Saat dəqiqə çevirsən 5 vurulsun 60 bölünsün 20. İxtisar gedəcək. Burada cavab qalacaq 15. Deməli burada da cavabım olacaq 15. Sonra 45'ə baxıram. 2 ilkin bakteriya deyirsə N0'ım 2'dir. 64 dəfə artıb deyirsə 2 üstü N ilə götürürük. 2 üstü N 64'dür. Minimum neçə saat sərf olunmuşdur? T'ni bizdən soruşur. Deməli, necə eləyirik? NT bərabərdir. Bu bizim düsturumuzdur. Amma T'ni tapmaq üçün biz bilirdik ki N bərabərdir. T bölünsün 20 düsturuna istifadə edirik. 2 üstü N mənə burada 64 verir. Düzdür. 64'ü mən 2 üstü neçə yaza bilərəm? Səhv eləmirəmsə 2 üstü 5 32'dir. 2 üstü 6 yaza bilərəm. Yəni mən burada N'i 6 tapıram. Düzdürmü? N'im 6'dırsa T bölünsün 20. Amma mənə burada minimum neçə saat sərf olunubdur? Onu veribdir. Gəlin həm maksimumdan tapaq, həm minimumdan. Deməli bu eləyəcək 120 dəqiqə. Burada 6 bərabərdir T bölünsün 30 yazsaq, T də bərabərdir 180 dəqiqə. Elə minimum 120 dəqiqə alınır. Ona görə də deməli bir dənə baxım. Burada bizə nə yazır? Minimum neçə saat sərf olunur? 120 dəqiqədə neçə saatdır? 2 saat. Saat soruşduğu üçün burada cavabım olacaq 2. Sonra 46'ya baxıram. Başlanğıc bakteriyanın sayı 2'dir. Yəni N0'ın bərabərdir 2. Bölmə nəticəsində əmələ gələn nəsil sayı kiçik N'im 6'dır. Bölünməyə məruz qalan bakteriyanın sayı, yəni NT çıxılsın, N0 məndən soruşur. Yenə kiçik N bərabərdir T bölünsün 20 düsturundan hesablayırıq. T mənə verilib burada zaman. Zamanı verməyib özüm tapacağım. Deməli o zaman kiçik N'ni verib də mənə 6 bərabərdir T bölünsün 20. Buradan da T bərabərdir 120 dəqiqə alıram. Düzdürmü? T'ni tapdım 120. İndi gəlin NT bərabərdir. NT bərabərdir. N0 vurulsun 2 üstü N düsturundan. Heç T bizə lazım deyildi. N0 verib 2 üstü. N də verib 6.
verir 2 üstü 7. 2 üstü 7 də 128 eləyir. Səhv eləmirəmsə, əgər səhv hesablamadımsa. 128 veribdir. Nt çıxılsın, N0 məndən soruşur. Nt-mi tapdım 128. N0 özdə vermişdi 2. O da eləyəcək 126. Yəni burada mənə bu heç zaman tapmağıma ehtiyac yoxdur. Cavabımız neçə alınır? 126. İndi keçdik 47-yə. 47-ci məsələdə başlanğıc bakteriyanın sayı 2 saat ərzində N0-ım 2-dir. Zamanım 2 saatdir. Yəni dəqiqə 120 dəqiqə lap yazaq. Sonra bölünmənin 4-cü mərhələsinə məruz qalan bakteriyanın sayı, yaranan nəsillərin sayı. B nəsil sayıdır. Kiçiyə yazıram. Bunu soruşur məndən. Bir də 4-cü bölünmə məruz qalan bakteriyanın sayı. 4-cü bölünməyə məruz qalan bakteriyanın sayı. Məndən soruşulur. Burada necə eləyirik? Kiçiyini tapırıq birinci. Dəqiqə çevirəndə 120-ni 20-yə böləndə 6. Kiçiyini 6 tapdım. Və mən sizə belə bir düstur demişdim ki, məsələn, tutaq ki, bölünmə mərhələsinə məruz qalan, məsələn, tutaq ki, 4-cü bakteriya deyirsə və yaxud da 5-ci bakteriya deyirsə, Nt bərabərdir. N0 vurulsun. 2 üstü N çıxaq 1 düsturundan. Burada mənə 4-cü bakteriya dediyi üçün 2 üstü 4 çıxaq 1. O da eləyəcək 2 üstü 3. Bu da bərabərdir 2 üstü 4 alınır 16. Deməli, Nt-miz 16-dır. Amma burada mənə deyir ki, A üstə gələk B-ni tap. B-ni tapdım 6. Üstə gələk B 6-dır. A-m nə qədərdir? A-nı da 16 tapdım. Burada elədi 16. O da eləyəcək neçə? 22. Deməli, cavabım burada alınacaq 22. Sonra gəlin 48-ə baxaq. Qırx 8. İlkin bakteriyanın sayı 2-dir. N0-ım 2-dir. Nəsil sayım A-dır. Nəsil. Yazım bizi çalışdırmasın. Alınan fərqlər də Nt-də bərabərdir 128. X-i tapın deyir. Gəlin birinci biz buradan A-nı tapaq. A kiçik n deməkdir də. Kiçik n bərabərdir. T bölünsün. 20 düsturundan gedirəm. İndi t-ni tapmaq üçün nt bərabərdir. N0 vurulsun 2 üstü n düsturunda. Nt-m 128'dir. N0'ım 2'dir. Vurulsun 2 üstü n. İxtisar gedəndə bu qalır 64. 64 də 2 üstü 6 demək. 2 üstü 6 bərabərdir 2 üstü n. Buradan da n bərabərdir 6 alınır. N-imi 6 aldım. İndi gətirək burada yerinə qoyaq. T bölünsün 20. Deməli T bərabərdir 120 dəqiqə aldım burada. Bizdə nə istəyirdi burada? Alınan nəsli istəyirdi zaten. Heç zaman lazım değildi. Kiçik n tapdım 6. Deməli A 6'ya bərabərdir. Onda ilkin bakteriyanın sayı 2A burada bərabər olacaq 12'yə. A bölünsün 2'də 6'ın 2'yə böləndə eləyir 3. Nəsil sayıda 3'dür. Alınan fərdi gəlin tapaq. Yəni NT-ni tapaq. NT bərabərdir N0'ım ilkin bakteriyam sayım 12'dir. 12 vuraq 2 üstü N. N'imi də neçə tapdım? 3. 2 üstü 3 bərabərdir. 12 vurulsun 8. O da eləyəcək 96. Deməli 48'də cavabım eləyəcək 96. Sonra 49. İçərisində 20 ilkin bakteriya var. N0'ım 20'dir. 1 saat ərzində T bərabərdir 1 saat. Maksimumca bakteri bölünməyə məruz qalar. Nt çıxılsın N0 bərabərdir sual. Bölünməyə məruz qalar istəyir. Kiçik n bərabərdir T bölünsün 20 düsturunda.
1 saatimiz 60 dəqiqədir. Kiçik n tapıram 3. N-T bərabərdir. N0 vurulsun 2 üstü N düsturundan. N0'ım 20'dir. Bu da eləyir 2 üstü 3. Bu da eləyəcək 160. N-T'ni tapdım 160. Heç nə. N-T çıxılsın N0 bərabərdir. 160 çıxaq. 20. Bu da eləyəcək 140. Deməli cavabım 49'da eləyəcək 140. 50'də. Neçə saat sərf olunub? Deməli 4 ilkin bakteriyadır. Sən silim. 50'də. N0'ım 4'dür. 4 ilkin bakteriya deyir. Bölünərək bu qədər əmələ gətiribdir. Yəni NT olubdur 2048. Minimum neçə saat sərf olunub? Yəni zamanı istəyir bizdən. T bərabərdir sual. Deməli NT bərabərdir. N0 vurulsun 2 üstü N düsturundan. 2048 bərabərdir. 4 vurulsun 2 üstü N. Bunu da ixtisar aparanda 512 qalır. 512 bərabərdir 2 üstü N. 512 də 2 üstü 9 deməkdir. 2 üstü N. Deməli kiçik N'in bərabərdir 9 alınır. Çünki əsaslar bərabərsə üstlər də bərabərdir. İndi burada sadə istəyir. N də bərabərdir. T bölünsün 20 düsturundan. 9 bərabərdir. T bölünsün 20. Onda T bərabərdir 180 dəqiqə eləyir. İndi dəqiqə də saata çevirmək lazım. Çünki mənə saatla istəyir. 1 saatım 60 dəqiqədir. 180 də bölürəm 60'a. Eləyir 3 saat. Deməli burada cavabım olacaq 3 saat. 50. sualda. Sonra keçək 51'ə. 51. Əlverişli şəraitdə 3 saatda yenə yazırıq. T bərabərdir 3 saat. Verilənləri mütləq yazmaq lazımdır. 3 saat. 2 ilkin bakteriyadan, yəni N0'ın bərabərdir 2. Maksimum 2 bakteriya əmələ gələr. NT də bərabərdir sual. Deməli, NT bərabərdir. Düsturumuzda N0 vurulsun 2 üstü N. Gəlin kiçik N tapaq. 3 saat verib sadə dəqiqəyə çevirmək lazımdır. Bölək 20'yə. O da eləyəcək 9. Deməli, N0'ım 2'dir. N'imi kiçik N'imi 9 tapdım. Deməli, 2 üstü 10. 2 üstü 10'da 1024 eləyir. Deməli, cavabım burada olacaq 1024. Sonra 52'ye gəlin baxaq. 52. 3 bakteriyanın bölünməsi nəticəsində, yəni N0'ım 3'dür. 2 saatda, yəni T'nin bərabərdir 2 saat. Dəqiqəyə çevirək, 120 dəqiqə yazaq. Əmələ gətirdiyi bakteriya maksimum sayı, həmin müddətdə əmələ gətirdiyi bakteriya minimum sayını neçə dəfə çoxdur? Yəni, NT maksimum, NT minimumdan neçə dəfə çoxdur? Yəni, böləndə dəfə çoxsunu taparıq. Gəlin kiçik N tapaq. Kiçik N T bölünsün 20 düsturunda. T 120 dəqiqədir. 120'yi 20'yə böləndə eləyir 6. NT maksimum deyəndə 20 dəqiqədən bölünəndə maksimum sayda alınır. N0 vursun 2 üstü kiçik N düsturunda. N0'ım 3'dür. N'imi tapdım 6. O da eləyir 64 vurulsun 3. 2 yazaq 1 yadda 192. Maksimum tapdıq 192. Gəlin minimum da tapaq. NT bərabər yenə N0 vurulsun 2 üstü N. İndi burada minimumu tapmaq üçün kiçik N bərabərdir. T bölünsün 30 düsturundan. T'im də 120'dir. 120'ni də 30'a böləndə neçə eləyir? 4 eləyir. Düzdürmü? İndi burada N0'ım 3'dür. 2 üstü 4 yazacağım. Deməli 16 vurulsun 3. 48. Burada da gətirib düsturda yerinə yazsam. Gəlin rəngi dəyişim ki, qarışıq olmasın. Burada maksimumu tapdım 192. Minimumu tapdım neçə? 48. Bunu 192'nin 48'e böləndə alınır 4. Yəni 192 neçə dəfə çoxdur desə, onda cavabımız neçə olacaq? 4.
Davam edirik 53-cü testlə. 53. 5 ilkin bakteriya, yəni N0 bərabərdir 5. 320 fərd əmələ gətirib, yəni NT bərabərdir 320. Bu zaman axırıncı bölünmə mərhələsində 5 ilkin bakteriyadan birinin neçə fərdi iştirak edibdir? 5 ilkin bakteriyadan. İndi gəlin bunu hesablayaq. NT bərabərdir N0 vurulsun 2 üstü N. 320 də NT. N0'un 5'dir. İxtisarı gedəndə 64. 64 də 2 üstü 6'dır. Bərabər 2 üstü N. Kiçik N bərabərdir 6. İndi mənə deyir ki 5 ilkin bakteriya, yəni NT bərabərdir. N0'ımı 5 götürdük. 5 ilkin bakteriyadan birinin neçə fərdi, yəni 1'i yazıram. N0'ın yerinə 1 yazıram. Neçə fərdi iştirak edibdir? 2 üstü N. Bu da 2 üstü deməli axırıncı bölünmə mərhələsində. Axırıncı bölünmə deyirsə N çıxılsın 1 düstur. Yazdırdım, düsturdan hesablayırsınız. Bu da eləyəcək 1 vurulsun 2 üstü 5. O da neçə elir? 2 üstü 5. 32. Deməli cavabım olacaq 32. 53'də 32. Sonra gedirik 54'ə. N0'ım 4'tür. T'ni verib 2 saat. Maksimum əmələ gələn bakteriyaların sayı 1 saat ərzində bu bakteriyanın əmələ gətirdiyi bakteriyaların sayına neçə dəfə çoxdur? NT maksimum sayı axırıncı yox, hansı sual idi? 1 saat ərzində bu bakteriyaların əmələ gətirdiyi bakteriyaların sayına neçə dəfə çoxdur? Gəlin maksimum NT-ni tapaq. N0 vurulsun 2 üstü N. Tem 120 dəqiqəyə çevirsəm. Kiçik N'də 120'ni 20'ye böləndə eləyir 6. Burada yerinə qoysaq 4 vurulsun 2 üstü 6. O da 64 vurulsun 4 eləyir 256. İndi bizə deyir ki əmələ gələn bakteriyaların sayı 1 saat ərzində. 1 saat ərzində əmələ gətirək. Yəni tem 1 saat olarsa 1 saat yəni 60 dəqiqə olarsa kiçik N'im 60'ı 20'ye böləndə 3 eləyir. NT də bərabərdir. N0'ım 4 vurulsun 2 üstü 3. 2 və 2 4 8 4 8 32. Neçə dəfə çoxdur? 256 bölünsün 32. 256 32'dən neçə dəfə çoxdur? Deməli. O da eləyir 8. Deməli cavabımız olacaq 54 8. Sonra keçirik o bir suala. 55. 55 də yenə eyni sualdır. Prosta burada nəsil istəyir. Yenə T bərabərdir 2 saat. N0'ım 4'tür. Maksimum əmələ gələn bakteriyaların sayı NT maksimum. Bu vaxt ərzində əmələ gələn nəsillərin sayı nə qədər çoxdur? Kiçik N. Çıxaq kiçik N. Nə qədər çoxdur deyəndə çıxır. Dəfə çoxdur deyəndə bölürük. Kiçik N bərabərdir. T 2 saatım 120 dəqiqədir. Yəni 120 bölünsün 20 bərabərdir 6. NT bərabərdir. N0'ımı 4'tür. 2 üstü N'də N'im də 6'dır. Bu eləyəcək 256. Kiçik N'imi də tapdım 6. NT çıxılsın. N'dən də NT'm 256'dır. Kiçik N'im də 6'dır. Deməli cavabım olacaq neçə? 250. 55'də alınır. 250. Keçirik 56'ya. 2 saat ərzində tem 2 saatdır. 4 ilkin bakteriyada maksimum əmələ gələn bakteriyanın sayı NT, yəni maksimum. Bu vaxt ərzində baş verən bölünmələrin sayından nə qədər çox? Bölünmələrin sayı deyəndə NT çıxılsın N0 düsturuna hesablayırıq. Bərabərdir sual bizə bunu soruşur. Deməli
2 saatim 120 dəqiqədir. Deməli, kiçik n-in bərabər t bölünsün 20. O da eləcək 120 20 bölündə n. Kiçik n-imi aldım 6. N-ti maksimum deyəndə n0 vurulsun 2 üstü n düsturundan. N0'ım 4'dür. 2 üstü də 6. 64. 64 4'ü vuranda 256. N-te çıxılsın n0'ım da olacaq. 256 çıxılsın n0'ım 4'dür. Eləyəcək 252. İndi burada n-ti maksimum. N-tini tapdım 256. Çıxaq. N-te çıxılsın n0'ı neçə tapdım? 252. Çıxaq 252. Deməli cavabım neçə eləyəcək? 4. 56'da cavab 4 olmuş olur. Sonra keçdik 57'yə. 57. 2 saat ərzində tem 2 saatdır. Əmələ gələn bakteriyanın ümumi sayı n tem 768 olubdur. Onda ilkin bakteriyaların sayı nə qədər olub? N0 məndən soruşur. Tem 2 saatsa bu 120 dəqiqə deməkdir. Kiçik n bərabərdir t bölünsün 20 düsturundan. N-imi alıram 6. Düsturumu yazıram. N-t bərabərdir n0 vurulsun 2 üstü n. N-timi verib 768. N0'ımı bilmirəm. Yazıram n0 vurulsun. 2 üstü n-im də 2 üstü 6 deməkdir. 2 üstü 6 da 64 deməkdir. Yəni 768'i bölürük 64'ə. O da eləyir 12. Deməli 57'də cavab 12 alınır. Sonra 58'ə gəlin baxaq. 58. 2 saat ərzində yəni yenə də t 2 saatdır. Bölünən bakteriyaların sayı. Bölünən bakteriyaların sayı n-te çıxılsın n0 deməkdir. Yəni bu 756'dır. İlkin bakteriyan məndən soruşur. Sual. 2 saatimiz yenə 120 dəqiqədir. Kiçik n tapanda 120'ni bölürəm 20'yə. O da eləyir kiçik n-im 6. N-te bərabərdir n0 vurulsun 2 üstü n düsturundan. 2 üstü 6 eləyir 64 n0. Yəni n-tem bərabərdir 64 n0'a bərabərdir. Mən bu ifadəni aldım. İndi gətirirəm burada yerinə yazıram. Rəngi dəyişim. Burada gətirib yerinə yazacağım. N-te çıxılsın n0. N-temi neçə yazacağım? 64 n0. Çıxılsın burada. N0 bərabərdir 756. 64'dən 1 çıxanda eləyir 63 n0 bərabərdir 756. N0 da bərabərdir 756 bölünsün 63. Bu da eləyir 12. Deməli n0'ımı tapdım 12. Məndən də nəyə soruşurdu? Elə ilkin bakteriyaların sayını. Deməli cavab eləyəcək 12. 58'də. 59'a baxaq. 59. Bölməsinə sərf olunan zaman t bərabərdir 1 saat olarsa başlanğıc bakteriyanın sayı 8 olubdur. Əmələ gələn bakteriyaların sayı nt a olubdur. Gəlin biz nt-ni tapaq. N0 vursun 2 üstü n. Bu 1 saat 60 dəqiqə deməkdir. Kiçik n tapanda 60'ı 20'ye bölündə eləyir 3. Deməli 2 üstü n0'ım 8 vurulsun 2 üstü 3. O da eləyəcək 64. Düz hesabladımsa nt-ni. Yəni a neçə eləyəcək? A eləyəcək 64 tapdım. 64. Kiçiyəm burada 64'dürsə, onda belə gələn bakteriyaların sayı 2am 128 olacaq. Gəlin onda ikincini hesablayaq. T verib mənə 2 saat. Başlanğıc bakteriyanın sayını verib x. Əmələ gələn bakteriyanın sayı nt-ni də tapdım 128. İndi buradan yazacağım. Nt bərabərdir. N0 vursun 2 üstü n-ə. İndi tem 2 saat olduğu üçün 2 saatım da 120 dəqiqədir. Kiçik n də tapanda 120'ni 20'ye bölürük. Eləyirik 6. İndi burada bu düsturda deməli nt-m 128. 128 bərabərdir. N0'ımı verib x. 2 üstü n də 2 üstü 6 eləyir 64.
Onda da x də bərabər 128 64-ə böləndə eləyəcək 2. Deməli 59-da cavabım olacaq. X-im 2. Sonra keçdik 60-cı suala. 60-da. Yenə də eyni tip məsələdir. Əslində bunu da özünüz eləyin. Çünki zaryadka az qalıbdı. Bu da 59-da nə idi? Özünüz eləyərsiniz, başa düşməsəz izah eləyərəm. Gəlin 61-ə baxaq. 3 başlanğıc bakteriya N0, bu 61-dir. N0-ın verib 3, 2 saat ərzində, tem verib 2 saat, yəni 120 dəqiqə. Bölünmənin ikinci mərhələsinə məruz qalan bakteriyanın sayı, yaranan nəsillərin sayı. Nəsil kiçik N-dir. Kiçik N-i verib B. Bölünmənin ikinci mərhələsinə məruz qalan bakteriyanın sayı. İkinci mərhələsinə deyəndə NT bərabərdir. N0 vurulsun 2 üstü N çıxılsın 1 düsturundan gedəcəyik. Burada nəslin sayını necə tapırıq? Həmişə olduğu kimi T bölünsün 20 ilə. T verib 120. 120'yi 20'ye böləndə eləyəcək 6. Sonra N tapdım 6. Yəni B 6'dır. NT-ni tapanda bu düsturdan deməli NT bərabərdir. N0'ım 3'dür. Vurulsun 2 üstü mənə deyir ki, ikinci mərhələsinə məruz qalan 2 üstü 2 çıxalsın 1. O da eləyir 3 vurulsun 2 üstü 1 2'dir. O da eləyir 6. Altı tapdım. Deməli bunu da 6 tapdım. Yəni A-nı da 6 tapdım. B-ni də 6 tapdım və bunların cəmi də eləyəcək 12. Deməli 61-də cavabım olacaq 12. Sonra gəlin artıq şifahilər qalıb. Şifahlərə də tez baxaq. Deməli angina törədicisidir, difteriya törədicisidir. Uyğunluğu müəyyən edəcəyik. 2 hər ikisinə aiddir. 1 yalnız anginaya aiddir. 3 də difteriya aiddir. Deməli kürək şəkillidir. Bu anginanı koklar törədirdi. A-nı bu hissəyə yazırıq. Hüceyrə divarına malik olan basili, difteriya basili idi. Ona görə B-ni bu hissəyə yazırıq. Karbon mənbəyi olaraq üzvü maddədən istifadə edir. Karbon mənbəyi olaraq üzvü maddədən istifadə edir. Deməli, hər ikisinə aid olacaq. C-ni bu hissəyə yazırıq. Karbon mənbəyi olaraq karbon qazından istifadə edir. Xeyr, bu bunlara aid deyil, avtotroflara aid idi. Bunlar parazitdilər. Sadə bölünmə yolu ilə çoxalır. Bu hər ikisi sadə bölünmə yolu ilə çoxalır. Yeni də ortaq yazırıq. Keçirik 63-ə. Deməli, bizə bakteriyalar verilibdir. Uyğunluğu soruşur. Qeyri-üzvü maddən üzvü maddə sintez edir. 1, 2, 3 sintez etmir. Üzvü qalıqlarla qidalanırsa, deməli bu nədir? Heterotrofdur. 3 heterotrofdur. Sonra oksigeni xaric edirsə, bu fototrofdur. Xaric etmirsə, qeyri-üzvü maddən üzvü maddə sintez edirsə, bu da xemotrofdur. İndi gəlin uyğunlaşdıraq. 1-ə aid olacaq fotosintez edicilərdən siyanobakteriya, 1-ə D, 2, 3 yazın bura. Sonra burada başqa mən görmürəm fototrofu. Sonra keçək ikinci xemotrofdur. Xemotrofa görə hansılar aiddir? Deməli yaşıl bakteriya, burada bir siyanobakteriya, bir də yaşıl bakteriya olacaq. B-ni də buraya yazırıq. Xemotroflardan mən bir dənə burada dəmir bakteriyasını görürəm, xemotrof. Və sonra nə qaldı burada? Bir də üzvü qalıqlarla qidalanır, oksigen xaric etmir, qeyri-üzvü maddə üzvü maddədə sintez eləmir. Burada aid eləyəcək süd turşusu bakteriyalarına. Sonra keçdik 64-də. Avtotrof, heterotrof, yuxarıdan aşağıya doğru ardıcıllığı müəyyən edin.
Gəlin görə fototroflara buradan hansı aiddir? Siyanobakteriya. Sonra hemotroflara aid olacaq buradan kükürt bakteriyası. Parazitə aid olacaq Sibir yarası törədicisi 4. Saprofitə də aid olacaq burada qıcqırma bakteriyaları 3. 65 sonuncudur. Yenə də fototrofa aid olacaq buradan göy yaşıl yosunlar, yəni siyanobakteriyalar 2. Sonra hemotrofa aid olacaq dəmir bakteriyaları 5. Parazitə aid olacaq bruselyoz törədicisi 3. Saprofitə də çürüntü bakteriyaları 4. Deməli, bakteriyaların izahı bu qədər. İnşallah növbəti videolarda digər bölmələrin izahını verəcəm.